Biz İmam Hüseynin tarixinə bu cür baxmayaq. Aşura günündə imamın şücaəti. İmamın Mədinədəki xütbələrinə baxaq, bilək imam nə amala xidmət edib. İmamın Məkkədəki, Minadakı görüşlərinə baxaq, bilək imam nə amala xidmət edib. İmamın Kərbalaya gələn günə qədər yol boyunda o xeymələrdə, o yerlərdə düşürdü. İnsanlarla diskusiyaları, diyaloqlarına baxaq, bilək imam nə amala xidmət edib ki, bu amalın içində biri də gətirdiyi Həzrət Rüqəyyə idi ki, bu xanım o zaman dünyadan köçdü ki, istəsələr, məsələn, hər hansı bir hadisənin üstünü örtələr, xanım Rüqəyyənin şəhadəti daim axan bir qandır, şəhadət məktəbinin axan qanıdır. Ki, bu xanımın 3 yaşında bir uşağı xərabədə öldürəsən, yol boyunca şimr məlunla zəcir kimləri qollarına, qılçalarına qamçı vuralar, hər qamçı İmam Hüseynin məktəbindən diri bir nişanə idi. Xanım Rüqəyyəyə biz gərək bu gözündə baxaq. Çünki buna məsumlar o gözlə baxıblar. İmam Hüseyin bir balasın ki, İmam Səccada, oğul İmam Səccada bacısı xanım Zeynəbə əmanət edir ki, Rüqəyyədən əmanət. Xüsusən məni sabah şəhid olanda görməsin. Yəni bu nə qədər qiymətli bir uşaq olub ki, eynən misal Həzrət Əli Əsğər. 6 aylıq bir uşaq, nə çox dünyada 6 aylıq uşaqlar dünyadan köçüb. Amma Əli Əsğər o məkanda, o zamanda dünyadan köçüb ki, onun müştərisi Allah özü olub. Allah o uşağın canını istəyib orada təhvil alsın. Həzrət Rüqəyyə o zaman can verib ki, Allah razı olub ki, orada canını təhvil versin. Allahın istəyi, rizayəti olub. Allahın razılığı olub o xanım orada can versin. Əməvi hakimiyyətinin süqutun bir Həzrət Rüqəyyənin tarixi ilə eləyə bilərik. Danışaq, bəyan eləyək. Əməvi tarixi süquta yetdi, elə bütün insanlara. Əməviyyə nifrətin yaranma, tənəffürün yaranma səbəblərindən biri Həzrət Rüqəyyənin şəhadətidir ki, siz o adamlarsınız ki, bir dənə 3 yaşında qız uşağını döyə-döyə öldürmüsünüz. Bu Kərbalanın diri hadisəsidir.